Nationalsozialismus gekämpft, gegen Faschismus gekämpft und in diesem Kampf sind sie alle gefallen. Bırakçıları bugün doğrudan da çok mənalı, vacib bir gündür. Minlərlə Azərbaycanlı 2. Dünya müharibəsi illərində Almaniyada yerləşən müxtəlif əsir düşərgələrinə gətirilib, burada əzab çəkib və həlak olublar bir çoxları. Onların xatirəsinin əbədiləşdirilməsi Azərbaycan dövləti üçün yüksək önəm daşıyır. Ich begrüße Sie hier im Gedenkraum des ehemaligen Krematoriums von Buchenwald. Hier, wie auch auf dem Platz, an dem Sie vorbeigekommen sind, um diesen Raum zu erreichen, sind Leichname auf Befehl der SS im Nachbarraum in den Öfen des Krematoriums verbrannt worden sind. Herr Botschaftendienstangehörige, wir sind über diese Gut, aber nur die Besucher stören dann. Die Besucher laufen da durch. Nee, ich habe schon verstanden. Dass wir heute eine Gedenktafel für die Opfer aus Aserbaidschan hier in der Gedenkstätte Buchenwald einweihen konnten. Die Tafel wird in dem Raum sein, wo an verschiedene Opfergruppen und auch an einzelne Menschen, die im Konzentrationslager Buchenwald ermordet wurden, gedacht wird, direkt neben den Öfen des Krematoriums des Konzentrationslagers Buchenwald. Und damit wird ein ganz wichtiger Beitrag geleistet, an die Opfer aus Aserbaidschan hier in der Gedenkstätte Buchenwald zu erinnern. Und sicherlich werden viele der 500.000 Menschen, die jedes Jahr die Gedenkstätte Buchenwald besuchen, auch diese Tafel sehen und die Erinnerung weitertragen. Bugün geçmiş Buchenwald əsir düşərgəsində 2. Dünya müharibəsi illərdə vaxtilə saxlanılmış, əzab çəkmiş və burada həlak olmuş Azərbaycanlı əsirlərin xatirəsinə həsr olunmuş lövhənin açılışını etdik. Bu, Almaniya ərazisində yerləşən əsir düşərgələrində səfirlik olaraq açdığımız, son 2 ildə açdığımız 4-cü xatirə lövhəsidir. İlk xatirə lövhəsi 2024-cü ildə Dachau əsir düşərgəsində açıldı. Sonraki ildə Sachsenhausen əsir düşərgəsində, 2 həftə öncə Bergen-Belsen əsir düşərgəsində və bugün də Buchenwald əsir düşərgəsində. Bu Azərbaycanlı əsirlər burada müxtəlif işgəncələrə məruz qalmış, bir çoxları burada öldürülmüş və hətta burada yerləşən krematoriyada yandırılmışlar. Bu əsirlərin xatirəsinin əbədiləşdirilməsi bizim üçün bir missiyadır, bir borcdur və ona görə də Buchenwald Memorial kompleksi ilə 2 il ərzində danışıqlar apardıq. Həmin əsirlərin siyahısı müəyyənləşdirildi və məlum oldu ki, yüzlərlə Azərbaycanlı əsir burada saxlanılmış və qətlə yetirilmişlər.